Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən texnologiya təlimçisi Əmrə Aslanova Cəmalə. Bugün sizlə 8-ci sinifin 10-cu mövzusu olan divar kağızlarının çəkilmə texnologiyası, divar və tavanların rənglənməsi mövzusu haqqında məlumat verəcəyəm. Deməli müəllimlər, hər hansı bir, yəni istənilən bir mənzilin gözəlliyi onun divarından başlayır, tərtibatından asılıdır. Belə ki, mənzilin interyerinə çox əmək və vəsait sərf etmədən yalnız divar kağızlarını dəyişməklə onu gözəlləşdirmək olar. Və mütləq divar kağızlarını seçən zaman müxtəlif arqumentlər nəzərə alınmalıdır. Belə ki, divar kağızlarının müxtəlif növləri var. Onlar kağız əsaslı, vinil, vilür, tekstil və şüşəlifli olurlar. Divar kağızlarının rəng və forma müxtəlifliyi insanı valeh edir. Mütləq o divarın mənzilinin xarakterinə uyğun seçilməlidir. Otağın bütün mənzilinin ümumi ahənginə cavab verməlidir. Bəs divar kağızlarının çəkilmə texnologiyası necədir? Belə ki, mütləq divarın uzunluğunu ölçmək lazımdır ilk öncə. Divar kağızından aşağı və yuxarı hissələrdən bir qədər 3-4 sm əlavə buraxmaqla ölçüyə uyğun kəsmək lazımdır. Nümunə üzrə digər hissələrdə kəsilir, kağızları düzəltmək üçün rulonlar əks istiqamətdə burulur. Və divar kağızlarını çəkən zaman müxtəlif alət və tərtibatlardan istifadə edilir. Bu zaman yapışqanlı sürtülməsi üçün fırçadır, divar kağızını hamarlamaq üçün şotkadır, süngərli mütəkkə və yaxud balik, kağızın kəsilməsi üçün kəsmə bıçaq, diskli bıçaq, döşəmə haşiyəsinin kənarı ilə nəm divar kağızını kəsmək üçün bıçaq, divar kağızlarını zolaqlar boyunca kəsmək üçün qayçı, şaquli naxışlı divar kağızlarını nəzarət üçün şaqul, materialların səthini təmizləmək üçün süngər, yapışqan və su üçün vedrə, mala, rozetkaların və elektrik qapayıcılarının üst qapağını çıxartmaq üçün vint açan, hərəkətli tikinti körpüsü lazımdır. Daha sonra müəllimlər deməli kağızları düzəltmək üçün rulonu dediyimiz kimi əks istiqamətdə çeviririk. Sonra divara süngərli mütəkkə ilə yapışqan çəkirik. İş pəncərə kənarında və yaxud küncdən başlanılır. İlk hissə yapışdırılır. Hündürlüyə şaqul vasitəsilə nəzarət edilir. Rulonlar tədricən açılır və yapışdırılır. Divar kağızı plastik mala ilə divara sıxılır. Tavan və döşəmə haşiyələrinin xətti üzrə divar kağızı kəsilir. Bu ərazilərdə kağızı altdan yapışdırmaq üçün süngərli mütəkkədən deyil, kiçik fırçalardan istifadə edilir. Sonra isə digər kəsilmiş hissələr yapışdırılır. Qapılar yerləşən sahədə tavandan qapının başına qədər məsafə ölçülür. Bu ölçüdə divar kağızı kəsilib yapışdırılır. Kağızın kənarları sonradan qapı çərçivəsi ilə örtülür. Daha sonra divar və tavanların rənglənməsindən danışarkən lak boyama materiallarına da xüsusi diqqət ayrılmalıdır. Belə ki, divar boyaları təkcə gözəllik üçün deyil, eyni zamanda səthin qorunması üçün lazımdır. Və rəngləmə üçün müxtəlif alət və materiallardan istifadə edilir ki, bunlar süngərli mütəkkələr, fırçalar, onlar yastı və yaxud yumru ola bilir, boya üçün vedrə, drel, mikser, şüşənin çirklənmədən qorunması üçün skoç lazımdır. Və boya çəkilməzdən öncə yaxşıca qarışdırılır, lazım gələrsə su və ya durlaşdırıcı əlavə edilir. Qarışdırılmaq xüsusi ucluq taxılmış elektrik vurğusunun köməyi ilə həyata keçirilir. Bəs divarların rənglənmə texnologiyası nədən ibarətdir? Belə ki, rəngləmədən qabaq alətlər nəzərdən keçirilir. Fırçalar və süngərli mütəkkələr təmiz olmalıdır. Onların üzərində əvvəlki boyanın qalıqları qalmamalıdır. Fırçalar qopmuş tüklərdən təmizlənməlidir, yoxsa onlar rəngləmə səthinə yapışıb qalacaqdır. Fırçalar soyuq suda 20-30 dəqiqə isladılmalıdır. Canla su yığmış və şişmiş fırça işlənmədən öncə silkələnməli, quru əski ilə silinməlidir. Yalnız bunlardan sonra rəngləməyə başlamaq lazımdır. Əvvəlcə rəngsaz yapışqanlı lentin köməyi ilə rənglənən səthin səthlərini qeyd etməlidir. Sonra pəncərə və qapı qutuları, tavana bitişəcək səthlər örtülməlidir. Boya rənglənən səthin perimetri boyunca 5-10 cm enində çəkilir, yuxarı, aşağı, sağa, sola hərəkətlərlə sürtülür. Sonra divarın qalan hissəsi süngərli mütəkkə ilə rənglənir. Altlığa boya tökülür, süngərli mütəkkə boyaya batırılır. Hansı ki, bu şəkil üstə göstərilibdir. Göy rəngli olan qab atlıqdır. Və sonra atlığın kələkötür səthi üzərində hərəkət etdirilən süngərli mütəkkədən artıq boya süzülür.
artıq boya süzülür. Rəngləmə W şəkilli hərəkətlərlə yuxarı, aşağı doğru aparılır. Hər qat digərini 3-4 sm örtməlidir. Və rəngsazlıq işlərində işləyən zaman təhlükəsiz qaydaları var. Mütləq şəkildə onları da öyrənmək lazımdır. Mövzumuz asan və sadə mövzulardan biridir. Diqqətlə qulaq asın, uğurlar hər kəsə.